hələ ki sol zolaqla da hərəkətimizi davam etdiririk. Sol zolaqla hərəkətimizi davam etdirməyimizin səbəbi isə qarşıdan U dönüşü eləməyimizdir. Bu zolaq yalnız geriyə dönənlərə şamil edilir. Bax yuxarıda, lövhəyə bax, görsənmi? İndi bu U dönüşünü necə yerinə yetiririk? Qazdan ayağımızı götürürük, dönmə siqnalını sola yandırırıq. İlk öncə sağımızdakı xəttə bir qədər yaxınlaşırıq. Təbii ki, xətti keçməmək şərti ilə. İrəliyə doğru hərəkət edirik. Güzgümüz soldakı bardurla bir olanda sükanı sona qədər çeviririk. Buyur, davam elə, qorxma. İndi düzləşdiririk sükanı, daha sonra qazı veririk. Aydın oldu. Əslində digər geriyə dönmə zolaqları ki var. Misal üçün Babək Ziya Bünyadov prospektində və yaxud da başqa bir prospektlərdə olan geriyə dönmələrdə sağdan gələn nəqliyyat vasitələrinə də baxıb onlara lazımdırsa yol vermək lazımdır. Elə burada da lazımdır sağa baxmaq. Ola bilsin ki, sən qaydanı bilirsən, sən öz zolağınla hərəkəti davam etdirə bilirsən, ancaq sağdan gələn nəqliyyat vasitəsi qaydanı pozaraq geriyə dönmə zolağı ilə düz davam edir. Öz təhlükəsizliyimizi qorumaq üçün sağa da baxmalıyıq. Bu ayrı məsələ. Ancaq hələ ki səni bununla yükləmirəm. İlk öncə qazdan ayağımızı götürürük. Sola dönmə siqnalımızı yandırırıq. Bax qızım, ilk öncə sağımızdakı xəttə yaxın gəlirik ki, solumuzda olan maneə ki var, yəni bardur, onunla böyür məsafəmiz çox olsun. Bu oldu necə döngə? Dar döngə. Güzgümüz çatdı, sona qədər çeviririk. Davam edirik, qorxma. İndi qaytar sükanı. Artır. Yəni burada əgər düzgün hesablamalar apara bilməsək, düzgün yəni raşot götürə bilməsək, bu dönüşünü düzgün şəkildə yerinə yetirə bilmirik. Ya böyrümüzü vururuq solumuzda olan bardura, ya da avtomobilimizin ön hissəsi çıxır ikinci zolağa, yəni o dönüşünü eləyən zaman. Bu halda da məcbur qalırıq sağdan gələnlərə yol verək. Bu da nəyə səbəb olur? Tıxaca səbəb olur. Bir dəfə də bunu təkrarlayırıq. İndi sola dönmə siqnalını yandır. Orta güzgüdən bax, arxanca gələn yoxdur ki. Deməli, təlaşlanmağa lüzum yoxdur. Sürəti nisbətən azal, qorxma. Sərbəst, müstəqil şəkildə özündür. Sən çox azaltma sürəti. Sürəti o qədər azaltmağa məcbur deyilsən. Çünki anlamırsan nə demək istədiyimi və bunun da tətbiqini mükəmməl şəkildə yerinə yetirirsən. Sürəti azaldırsan, təhlükəsizliyini təmin eləmək üçün, tədbir almaq üçün anlayıram, amma aşırı dərəcədə azaltma. Yəni, qorxacaq bir qüsurun yoxdur sənin hələ ki. Bu dəfə dönməzdən, yəni o dönüşünü yerinə yetirərkən artıq özün sağ tərəfə də çevrilir, bax. Ki, birdən olar kimsə sağından gələr, qaydanı pozar, sənin zolağa daxil olar. İndidən yandırırıq. Orta güzgüyə bax, arxanca heç kim gəlmir ki. Deməli, tələsməyə lüzum yoxdur. Sən, təbriklər. Bax, bu oldu qüsursuz iş. İndi sağa dönmə siqnalını yandır. Bax, sağ güzgüyə. Böyründə kimsə yoxdur ki, yaxınlıqdır. Keçid elə bir zolaq sağa. Yenə də sağa dönmə siqnalını yandır. Bir də bax. Əhsən, söndür. Sürəti azalt. Artıq tələsmədən bu zolaqla da hərəkətimizi davam etdiririk. Yəni, zolağımızı tərk eləmirik. Neçə dəfə bunu təkrarladıq, Elan? 2 dərs, düzdürmü? Ötən dərsdə biz bununla məşğul olmuşduq. 2 saat məşğul olmuşduq. Ancaq bunu mənimsəyə bilməmişdik. Anlamışdıq. Yəni, beynimiz anlamışdı, ancaq əzələ yaddaşımıza yazılmamışdı. Yəni, vərdiş halına çevrilməmişdi.
Bu gün də demək olar ki, 57 dəqiqə. Hə, 57 dəqiqə biz 1 saata yaxın təkrarladıq. Artıq indi sən bunu müstəqil şəkildə yerinə yetirə bilirsən. Hə, indi biz deyə bilərik ki, bəli, bu iş tamam. Bütün görülən, yəni öyrəndiyin nə varsa, parklama əməliyyatı olsun, geriyə dönmə olsun, yaxud da dairələr olsun, bunu lazımdırsa 5 dəfə, lazımdırsa 15 dəfə, lazımdırsa 55 dəfə təkrarlayıb, qüsursuz şəkildə yerinə yetirməlisən. Ondan sonra əmin olmalısan ki, mən bu işi bacardım. Sonra keçmək lazımdır növbəti tapşırığa.